Salam dostlar, növbəti videoda xoş gördünüz. Mən bugün sizə həyatda tez-tez qarşılaşdığınız, amma hər zaman da bu sualı verib cavabını ala bilmədiyiniz bir sualın cavabını araşdırmaq üçün bir mövzunu danışacağım. Nə baş verir ki, biz subay insanları qoyub evli insanlara aşıq oluruq? Bu sualın əslində çox sadə, çox bəsit bir cavabı var. Evli insanlara aşıq olmanın iki forması var. Bir var evli insanların evli insanlara aşık olması, bir de var subay insanların evli insanlara aşık olması. Önce evli insanların evli insanlara aşık olması mövzusuna baxaq. Evli insanlar evli insanlara aşık olmasının altında yatan əsas səbəb axtarışlardır. Ailəsində, evində tapa bilmədiyi bir şeyi başqa bir evli insanda tapır. Yəni bir-birlərinin boşluğunu, bir-birlərinin əksikliklərini görürlər bir-birlərində və onu tamamlayırlar. Evli bir qadın, evli bir kişidə ərindən görmədiyi diqqəti görür. Ərindən görmədiyi qayğını, ərindən görmədiyi o arzulanma hissini görür və yaxud da evli bir kişi qadınından görmədiyi o sayğını, qadından görmədiyi o qulluğu, qadınından görmədiyi o arzulanma hissini, qadından görmədiyi o nəvazişi görür və bu zaman o əksikliklər tamamlanmış olur və onlar bir-birlərinə aşıq olurlar. Yaxşı, bəs subay insanlar niyə evli qadınlara və ya evli kişilərə aşıq ola bilirlər? Bax, nüans əsas mövzu bax burada bir kilitli bir nöqtəyə gəlir çıxır. Bir, subay insanlar evli insanlara aşıq olmasının əsas səbəbi onun sahip olduğuna qarşı hiss etdiyi arzulama hissidir. Evli bir qadın çox gözəl bir şəkildə, çox gözəl bir mühitə, gözəl bir ailəyə sahibdir, gözəl bir sevgiyə, parıldayan bir münasibətə sahibdirsə, subay bir kişi o qadına rahatlıqla aşıq ola bilər, o qadındakı xoşbəxtliyi istəyə bilər. O qadındakı xoşbəxtliyin bir parçası olmaq istəyə bilər. Və yaxud da subay bir qadın evli bir kişiyə aşıq olmasında, subay bir qadın evli bir kişinin onun həyat yoldaşına qarşı göstərdiyi qayğıya, diqqətə, sevgiyə sahib olmaq istəyir və orada onu arzuladığını, onun sahib olduqlarını əldə eləməyə çalışır. Amma bunun bir tərsi də var. Deyək ki, evli bir kişinin subay bir qadına aşıq olması. Evli bir kişinin subay bir qadına aşıq olmasının altında isə həyəcan yatır. Necə ki, gənckən, subaykən o da sevdiyi qadından müəyyən həyəcanlar yaşayıb və ya indi o həyəcanı yenidən yaşamaq istəyir və subay bir qadına aşıq olmasının altında yatan əsas səbəb isə bax o həyəcandır. Və yaxud da evli bir qadının subay bir oğlana aşıq olması o kişi tərəfindən, o subay insan tərəfindən qısqanılmaqdan zövq alır. Qısqanılmaq, sahiblənməkdən zövq alır. Evli insanlar adətən bu tür duyğuları itirirlər və itirdikləri üçün əslində araya ən böyük xəyanətlər girirlər. Bax, evli insanların aşıq olması, evli insanların bu tip subay və ya evli bir insana aşıq olmasının gördüyünüz kimi müxtəlif səbəbləri var. Və bunu bir səbəb olaraq görmüyor. Bir də bir nüansa diqqət edin. Söhbət həqiqətən aşıq olmaqdan gedir. Sadəcə cinsel olaraq bir-birinə cinsel arzulamaq hissi, etiraz hissi ilə müəyyən bir müddətdə görüşüb, sevişib, hər kəs yoluna gedənlərdən getmir söhbət. Söhbət həqiqətən də ona qarşı hiss etdiyi sevgidən gedir, aşıq olmaqdan gedir. Cinsel münasibətlər ola bilər, yəni seksual ehtiyaclar ödənməmişdir, müəyyən mənada cinsel ehtiyac duymuşdur və ya ona qarşı bir etiraz eləmişdir. Mövzu bu deyil, mövzu boyu danışdığım, video boyu danışdığım aşıq olmaqdan, yəni sevməkdən gedir. Bu baxımdan bu mövzunun konkret olaraq bir cavabı yoxdur və bunun cavabını axtardıqca da heç bir şəkildə bunu məntiqə bağlamayın. Çünki bu münasibətlərin heç bir məntiqi səbəbi yoxdur. Bu duyğusal bir şeydir və duyğusal olduğu üçün də söylədiyim duyğusal boşluqlar əslində evli insanların yenidən başqasına aşıq olmasının əsas səbəbi olaraq, yəni toparlasa, ümumiləşdirsək, səbəb olaraq qarşımıza çıxır. Daha bir videonun sonuna gəldik dostlar. Bəyənsəniz dostlarca paylaşmağı və kanala abunə olmayı unutmayın. Gələn videoda görüşənə qədər.